Salam. Bugünkü açılımımız olacaq. O barışmaq istəyirmi? Ümumiyyətcə, barışıq olacaqmı bizim aramızda? 4 variant küsənlər üçün. Hal-hazırda münasibətləri, əlaqələri olmayanlar üçün barışıq olacaqmı? O mənimlə barışmaq istəyirmi? İki suala birlikdə baxacaq. Birinci variant. İkinci variant. 3, 4. Qaş varsa seçin. Qaş qoymayacağım. Barışmaq istəyirmi o mənimlə və barışıq olacaqmı? Buyurun seçin. Birinci variantla başlayırıq. Barışmaq istəyirmi o? Yox, küskündür, qapalıdır bizə qarşı. Niyə? Barışmaq istəyirsən ümumiyyətcə? Barışmaq istəyirsən, istəyir. Barışmaq istəyir, bəli. Darıxır da, pis təsir eləyir ona. Sadəcə qərar qəbul eləməliyəm mən. Nə qərar? Qərar mənlə bağlıdır. Barışmaq istəyir. Bəli, bu barışacaq da. Doçno sizə yazacaq. Münasibət qurmaq çalışacaq. Hər şey düzəltməyə çalışacaq. Sadəcə vaxt keçməlidir. Qoy o da sakitləşsin. Nə bilim, mən də sakitləşim. Həm də qoy biraz gözü yolda qalsın. Amma barışmaq istəyir və mütləq bunu eləyəcək. Mütləq eləyəcək, narahat olmayın. Mütləq o hərəkət eləyəcək barışmaq üçün. Barışıq olacaqmı? Belə deyim də, barışıq olacaq, hərəkət olacaq. Bu münasibətlərin sonu yoxdur. Yəni, münasibətlər bitəcəkdir onsuz da, yəni qismət kimi çıxmırsınız. Çox adam baxır, əlbəttə ki, hər kəsə aid deyil, amma ki, nə çıxmışdı onu dedim. İkinci variant, barışmaq istəyirmi və barışıq olacaqmı? Birinci sual, barışmaq istəyirsən mən? Nə yaxşı. Bu da barışmaq istəyir, bu da çox darıxır. Çalışır ki, düşünməsin. Əsəbləşir. Düşünməyəcəm, fikirləşməyəcəm bu haqda. O öz xanımsızsa əgər xüsusilə bəy də ola bilər. Çox adam baxdığına görə cins fərqi eləməyəcəm. Amma güya o öz rahatçılığını pozmur. Özünü elə apar ki, güya mən həyatımı yaşayıram, məndə hər şey yaxşıdır, hər şey qaydasındadır. Mən niyə özümü elə göstərməliyəm ki, güya darıxıram, güya ölürəm, aqressiya var içində. Prosta nəsə elə bil ki, bunda çatmır ki, o da özün belə göstərsin. Ya onda terpeniya, səbir yoxdur, ya da sizdə olan imkanlar, ya nəsə var ki, onda sizlə o eyni səviyyədə deyil və o özün sizin kimi rahat apara bilmir. Barışmaq istəyir. Bəs barışıq necə olacaq, yoxsa olmayacaq? Barışığı da göstər. Barışmaq olacaq, yoxsa olmayacaq? Barışıq. Çıxmır da elə ki, barışıq olacaq, yoxsa olmayacaq? Yox, bilirsiniz necə, elə bil ki, hər kəs özün belə deyimdə kənara çəkir, durur barışılmaq üçün. O gedir başqası ilə flört eləyir, siz burada başqası ilə ortaya bir araya gəlmirsiniz. Amma barışmaq istəyir, mən barışıq görmürəm, bakı görmürəm. Hər kəs elə bir ki, öz kənara çəkiləcək, özünə da belə deyim, kənar başqa bir şey, başqa kənarda bir şey axtarmağa çalışacaq. Ya sizmi, ya o və yaxud da hər iki tərəfli. Hələ ki, mən burada barışıq görmürəm. Üçüncü varianta keçirik. Bəlkə çox sonra, raskala deyədiyimiz müddətdə, bir aya kimi mən görmürəm. Üçüncü variant, barışmaq istəyirsənmi və barışıq olacaqmı? Barışmaq istəyirsən mən. Barışmaq istəyirsən mən.
Mən barışmaq istədiyini görmürəm insanın. Yəni bitibsə bitib. Bitibsə bitib, onsuz da uğurlu bir şey yox idi. Onsuz da istədiyim üçün istədiyim kimi alınmırdı. Çox uğurda ailəli adam kimi çıxır. Yəni keçmişdən sizinlə bağlı xoş şeylər xatırlamırım. Tak. Bilirsiniz necə, mən artıq elə bir şey yaşamaq istəyirəm ki, mənə xoşbəxtlik gətirsin. Üçün problem. Və mən keçmişdəki o münasibətlərdə bunu tapmırdım, deyə düşünür. Xoşbəxtlik yox idi. Sevinç yox idi. Çox ailəli adam kimi çıxır burada. Bəs barışıq necə olacaq mı? Yox, olmayacaq. Barışıq da olmayacaq. Bəlkə indi belə düşünür. Bir müddətdən sonra təkrar baxın bu açılıma. İndiki vəziyyət belə görünür. 4-cü varianta keçirik. Barışmaq istəyirsənmi və olacaqmı barışıq? Aktiv insandır, çox belə deyim. Əslində, əgər siz bu suala baxırsınızsa, o barışmaq istəsəydi, xarakter olaraq çox aktiv, emosional insandır. Çoxdan nəsə hərəkət eləmişdi. Düşünür keçmişi, bəs barışmaq necə istəyirsənmi? Qəlbi qırılmış vəziyyətdədir, onun küskün vəziyyətdədir, xüsusilə baxanlar əgər belə deyim də, qarşı tərəf əgər xanımdırsa, qadındırsa, yenə deyirəm, çox adam baxdığına görə fərqləndirməməyə çalışım, amma burada cins kimi qadın çıxır. Küskün vəziyyətdədir, barışmaq istəyirsənmi? Xəyanətdən şübhələnir, xəyanət şübhələri görünür burada. Yəni, mən nə elədimsə, nə inədimsə, bu münasibətləri saxlaya bilmədim, qəlbi qırılmış vəziyyətdədir. Yəni, o əl çəkmədi öz həyatından. Bəlkə burada siz evli adamsınız, ona görə, niyə görəsə belə çıxır. Çox adam baxır da, çünki nəsə burada elə bil ki, tərəflərdən biri ailəli adam kimi çıxır. Yəni, mən nə elədimsə, o əl çəkmədi də. Əl çəkmədi öz həyatından. Məni diqqətdən kənarda qoydu, mənim sevgimi heç elədi. Barışıq olacaqmı bəs? Barışıq da görünmür. Çünki hesab edir ki, yəni siz onsuz da o həyatınızdan əl çəkməyəcəksiniz. Bilirsiniz necə? Bəlkə çox zaman keçməlidir ki, elə bil ki, onun hirsi, qəlbinin qırılığı soyulsun sizə qarşı. Barışıq olacaqmı? Mən elə ki, barışıq görmürəm. Amma fikirlərində varsınız. Prosta vaxt keçməlidir ki, elə bil o sakitləşsin. Bugünlük bu qədər. Hələlik, sağ olun.